Bismillahirrahmanirrahim. İmam Zaman salamul aleyh 313 nəfər tamamlandıqdan sonra mı zuhur edəcək? Və bu qədər şiyələrin içində bu say düzəlməyib. Bu sualın müqabilində qeyd eləməliyik ki, belə təsəvvür edilməməlidir ki, 313 nəfərin tamamlanması İmam Zaman salamul aleyhin zuhurunun yeganə şərtidir. O bir neçə şərtlər ki, qeyd olunub, onların bəziləri rəvayətlərdə qəti səbəblər kimi qeyd olunub. Biri, misal üçün, asimandan o nidanın gəlməsidir ki, bəzi rəvayətlərə görə onu həm hamı eşidəcək və hamı başa düşəcək. Və bir çox səbəblər də ola bilər ki, onun elmi Allah yanındadır və yalnız Allah bilir. 313 nəfərin olması da bu şərtlərdən sadəcə biridir və yeganə şərt deyil ki, biz belə təsəvvür edək ki, bu 313 nəfər tamamlandıqdan sonra İmam Zaman salamul aleyh zuhur edəcək. Bundan əlavə bunu da qeyd edək ki, 313 nəfərdən məqsəd özünü imam yolunda fəda etməyə, canından keçməyə hazır olan və özünü hər tərəfli hazırlayan şəxslər nəzərdə tutulur. Malik Əşdər kimi, Salman Farsi kimi. Allah inşallah bizlərə də tövfiq versin, İmam Zaman salamul aleyhin zuhuruna hazırlaşanlardan olaq.